Ay nanay. Oh bu ne de. Sen arada benden danış. Sen danışmayanda benim ürəyim ciyarım odlanır. Ne var ne yok? Deyirəm ne var ne yok. Yaxşıdan. Yine yaxşı ya. Əziz dostlar, gördüğünüz kimi ne yeyirəm? Rolton. Əslində sponsor zat deyil, yox. Bizdə elə nə görsə sponsor. Hardadır mənim elə sponsorum? Lazım deyil mənə elə sponsor. Ben bunu yeyirəm. Nətər deyirlər? Bir maksat var bunu yeməkdə. Normalda mən bu tipli şeyləri sizlərə məsləhət görmürəm. Nə orta yaşlı nümayəndə, nəsil nümayəndələrinə, nə qocalara. Qocalar çətin bunu yer. Nə cavanlara, nə indiki, nə gənc nəslə. Kateqoriçiski məsləhət görürəm, qətiyyən bunu yeməyin. Evdə mən bunu qadağan eləmişəm. Deyəndə ki, ay baba, ay dədə, ay əmi, niyə qoymursan bunu yeyək? Bir dəfə dedim, iki dəfə dedim, üç dəfə dedim, gördüm qulaq asmırlar. Elə gedirlər, marketə çatırlar, dükanı orada araya atıb, iki dənəsini atırlar, kloka gətirirlər evdə. Mən də bunu yiyim bilirəm axı. İyi hiss eləyirəm. Dözmədi ürəyim, siz bilirsiniz ki, qəhrəman kişi sosial adamdır. Qalaballıqdan xəbəri var. Hər yerə əli çatır. Göstərdim sosial şəbəkədə tap yazdım, göstərdim. Dedim gələ bax. Baxın görün bu nədir? Bir də makaronla nə dədə bu makarondan zəlliblər. Dedim nə makaron? Bunun makarondan xəbəri varsa mənim Neptun planetindən xəbərim var. Nə danışsan nəsə? Baxdılar, gördülər, uşaqların ürəyə bulandı. Balaca nəvəmin ürəyə getdi. Bu nədir? Bənə. Deyirəm bala, bəs siz bilmirsiniz ki bunun tərkibində makaron yox. Onu makaron formasına salıblar. Donuzun qığırdağıdır, nədir? Donquzun ayağını götürürlər, keçirdirlər şeydən. Toz kimi edirlər, döyürlər, tərkibini anla, barla, soğusundan, mosundan keçirdirlər, vırt oldu. Və siz heç ömrünüzdə, özünüzə bir həyatınızda bir sual verməyibsiniz ki, bunun mahiyyəti neçə qəpikdir, bu neçə köpükdir, bu nətər bu gəlib, bu makaron bu qiymətə gəlib çatır. Görün biz necə gözəl makaronlar istehsal edirik. Azərbaycanda nə gözəl makaronlar var. Xaricdən də gəlir, Rusiyadan da gəlir, oradan buradan anla alırıq. Bu nətər o vaxt 25 köpüydü, 30 köpüydü, olub 50 köpük. Bunu hesaplamaq lazım. Bir məntiq. Çünki mən özüm prikladlı matematikanı, mən yenə deyirəm, mən Yegorovun tələbəsi olmuşam. Mən elə belə adam deyiləm. Mən qəhrəman kişi, elə belə bu universitet gedib gəlməmiş. Gülməyəcəm. Dedim bunları kateqoriçiski yemək olmaz. Bu tipli şeyləri yeməyin. Ac qaldın, get bir dənə Allah bərəkət, Allah nədir onun adı? Allah rızqlarını versin, bərəkətli eləsin. Bir çörəkdən al, nimətdən. Ye gəl, heç zad olmaz. Bir dənə çörəkdən zahir heç zad olmaz. Amma bundan yemə. Mən bunu yeməkdə məqsədim o ki, göstərim. Çünki bəzi şeylər var, onu audiallı deyirsən səslə. Bəziləri var, vizual göstərirsən. Bəziləri var ki, audio-vizual. Yəni göstərə səsini də çıxardırsan ki, qoca hamad görsün ki, bu nədir? Ümumiyyətlə, sosial şəbəkədə mən o tipli alqoritmli olan videoları göstərirəm. Deyirəm, baxın, görsünüz bunu. Bax, burada doğurquyurlar, bunu kəsirlər, pişirirlər, edirlər, ayından, bayandan, bax, orasını, bax, hamısını göstərir. Bax, belə şeylərə baxın. Belə şeylər sizin qabağınıza çıxanda mütləq şəkildə onu düzgün dəyərləndirmək lazımdır. Amma bir də görürsən ki, bu Rolton doğramaq demişkən, mən hərdən özümə fikir, yəni özümə bir sual verirəm ki, ay qəhrəman, bəlkə səndə nəsə çatmır. Bəlkə sən bu zamanə ilə uyğunlaşa bilmirsən, bəlkə bu zamanəyə görə ayağını uzatmırsan, bəlkə zamanə sağa görə çox uzundur və yaxud da çox qısadır. Deyirəm, yox. Bəzi maqamlarda mən görürəm ki, mən düz yanaşıram, sadəcə orada nəsə bir boşluq var, nəsə bir orada sakavazniyak var. Nəsə orada küləyi gəlir, bilinmirdi o nədir. Məsəl üçün görüb baxıram ki, insanlar bəzən o elə kontentlərdən yapışırlar ki, elə şeylərdən. O elə bil ki, onlara ləzzət edir. Məsəl üçün siz fikir vermişsiniz, bəlkə TikTokda da var, Instagramda da var. Qardaşım biri götürür nə arır, belə bir aparatdır, üyüdür də nəyəsə, civ, əzir, dağıdır.
Əla. Biri var sən dən üydəndir, taxılı üydəndir. Deyirsən ki, bunu tutaq ki, fermer təsərrüfatına bunun xeyri var. Deyirsən ki, bax əziz fermerlər, əziz məsəl üçün kənd adamları, kəndlilər, sahibkarlar, bax görürsüz mal-qara saxlayırsınız, bax sizə bunu göstərir. Kiçik sahibkarlar, aqronomlar və ya da biznes adamları, fərdi sahibkarlar və buna məşğul. Baxırsan ki, hə, bunu burdan atırsan, tutaq ki, elevatordan yap, burdan bu taxılla yemək üydəndir, buradan dən buradan gəlir, buradan toz olur, buna çevrilir, bu yumurtadır, bu inkubatordur, var göstərə bilirsən, izah edirsən. Bunun bir mənası var. Bir də var ki, belə bir aparatlı yekə şorumlan, dəmirdən. Ay atır içinə şak əyitdi, üyetdi, əzdi, tulladı. Ancaq bunu qoyur videolara. Cəmaət də oturub ona baxır. 8 milyon adam baxır ki, indi atacaq ona şey, məsəl üçün dəmir bir dənə bir şey, podilkanı tullayacaq, ya nəyisə atacaq, o da onu əzəcək. Əyir, tulluyur oradan. Nə olsun? Ay insanlar yəni, nə tərsən bekar olasan ki, avar olasan, oturub buna baxasın. Mən bir bekar avaralıq elədim, bir 5-6 dənəsinə baxdım, dedim ay Allah. İnsanlar yəni bu qədərmi mənəsiz olublar. İnsanlar yəni bu qədərmi boş boğaz olublar, bekar olublar, yəni avara olublar ki, otur buna baxsınlar. Hələ biri var, görmüş sonu. Biri deyəndə ki, çoxdur belə adamlar. İndi mənim qabağıma ikisi üçü çıxır. Bax, dayanır pilləkəndən, özə görsənmir onu elə. Görünmür. O adamın sifatını görənmirsən ki, bir sifatına lomba ilə tüpürəsən. Üzr istəyirəm mənim izləyicilərimdən, dəyərli izləyicilər. Götürür. Elə bir o kənd evlərində uzun pilləkən olur, belə uzun. Oradan balon buraxır. Şax qırıldı. Sonra dalınca Coca-Cola'nı buraxır, Pepsi'ni buraxır, nə bilim, şariklər içindəki suları. Şariklər töküldü. Ay aman, kişinin oğlu qəhrəmanlıq eləyir. Biraz keçir, lap yekə potolka 3-4 dənəsini buraxır. Biraz keçir, 6 dənəsini dalbadal. Eləsi var 4-də dağılır, eləsi var 8, eləsi var dəyər axırda dank. Dirənir bəzi sırtıq adamlar kimi, heç nə olmur. Təzən götür onu bir dənə buraxır, tolazdır aşağı. Bu nədir? Bu nə kontentdir? Bu nə pul qazanmaqdır? Bu nə məşğuliyyətdir? Bu nə işdir, qadın olun? Mənə çatmır belə şeylər. Bu nə deməkdir? Bir özünüzə sənət tapın, bir özünüzə iş tapın. İnsanların, onsuz da insanlar boş-boş işlərlə məşğullar. Sən cəmaatın başını niyə elə boş-boş şeylərlə qatırsan? Özüm oturdum güzgünün qabağında, bizdə bir evdə bir güzgü var, ortası belə çartlayıb, məni belə göstərdi 2 dənə. Belə baxıram güzgüdən, dedim özümə, ay qəhrəman, görəsən bu dünyanı kim idarə edir? TikToka girəndən sonra elə başa düşdüm ki, TikToku idarə eləyən bir balaca bir adam var, bu boydan bir adamdır. Məndən də balaca bir şeydir, qara zırtıq bir şeydir, bığlı zatdır, belə bir tipajdır, dərlif qıraqdan. Əllər götürüb pultu belə-belə eləyir. Dünya ölkələrində bax belə-belə, Fransa, İspaniya, İtaliya deyəm, bunlara bilən bunu buraxım. Ləzzət alırdım cəhamatdan. Barmağına dolayıb cəhamatı. Cic eləyib hamını, axmaq yerinə qoyub ki, bax, bir dənə buradan bunu buraxaq. Oradan elə bir knopkanı basır ki, ay İspaniya, bir dənə bu mahnını bıraq, o cəhamat bir 800 milyon adam cic olsun. Ürəyi keçir bir həftə sonra, məsələn, yatır yuxusuna girir, deyir, ay İrlandiya, bir dənə belə bir yanğın bıraq, oradan cəhamat baxsın, gülsün. Reski dayanıb deyir Afrika ölkələrində ki, ay işte siz Nigeriyadakı tiktokerlər. Bir dənə bunu elə görək nə olur. Beynir çevrilir, qaydır Ərəb ölkələrindən görür hansı daha belə aktivdir də, məsələn, daha belə miqyaslıdır, kütləsi, ailəsi böyükdür. Ay, Savdi Ərəbistanı. Bir dənə belə bir şey bıraq ki, göydən belə bir oğlan gəlir. Yaxud da göydən bir, nə bilim, bir qız düşür. Ay, cəmatam sonra, filan kəs gəlir. Amma bu Roltona gələndə, bizim bu dəqiqə sənətdə tanış dostlarımız var, aktyorlarımız. Çoxu bundan yeyir. Aktyorların, aktrisaların çoxsa bundan yeyir. Sənət adamları görmüşəm, çoxu yeyir. Ona görə yox ki, bunu çox sevirlər. İmkan ona, imkan. Yazıq. Roltonla yeyir, çıxır səhnədə Hamlet oynayır. Hə, valla. Rolton yeyən Hamlet. Təsəvvür edirsiniz, əsərin adını belə qoysan. Shakespeare onu görsəydi, yazardı Hamlet Roltonla. Bundan yeyir, çıxır Romeo Juliet oynayır. Əgər sən Rolton yeyib Juliet də nətər deyə bilərsən, mən səni sevirəm. Juliet də qayıdıb adama deməz ki, şakal, sənin ağzından makaron yeyərsən, git bir özünü ağzını yaxala. Sonra gəlin orada bəşəri sevgidən, nə bilim o platonik məhəbbətdən danışarsan. Sənin harana yaraşır, sənin hansı tərəfinə yaraşır bu Rolton? Ona görə əziz aktyorlar, sən məsləhət görürəm ki, özünüzü biraz sıxın, Rolton yemin. Elə pulka nazaddan başınızı qoğal nazaddan qatın. Mən biraz bundan yeyim, səhər heç də yeməmişəm. Düzdür, indi uşaqların gözünə yarar. Bizim uşaqlar məni izləyirlər evdə bilirəm. Göz haqqınızı halal edin, əziz izləyicilər. Biraz bundan mən yeyim. Ya danışanda adam bilirsiniz də, insan ümumiyyətlə ya danışmaz. Mən uşaq olanda
Anam da eve qayıtdı, ye danışma. Bir yəni qoydu başımdan, ağzımdan yemək töküldü. Yaxşı ay ana, bunu mən belə deyə bilərdim, bunu gəlib vura deyəsən. Vurdu ağzımdan töküldü, mən də ye danışan insanı vurmaq da olmaz. Belə bir şey var. Yəni nəfəs borusu, qida borusu. Bunlar paraleldə iniş görə bilmirlər. İkisi dayanıb yanmayan, amma onu görə qarışdırmayasın. Ona görə ye danışmaq olmur. İstirahət edib danışmaq olar. Mən ümumiyyətlə bir şey özümdə ərdən sual verirəm ki, ilahi, bu sənət elə çətin bir şeydir ki, mən uşaqlıqda ən böyük arzum aktyor olmaq olub ümumiyyətlə. Amma aktyorların biz həyatını, aktrisaların qıraqdan dayanıb baxanda deyirəm ki, bunlar çox xoşbaxtdılar. Bunlar gündə yeyibçilər, gəzirlər, kastrollar, ana, dünyanı gəzirlər. Əslində onların kulis deyirlər də, səhnə arxasında, arxada çox problemlər var. Ümumiyyətlə, sənət elə bir şeydir ki, onu başa düşmək üçün sən gərək, hamı elə bilir ki, o sənət adamı ola bilər. Hamı elə bilir ki, özündə təsəvvür edir ki, bu səhnə üçün doğulub. Deyir, mən bu oğlum var, yaxşı aktyor. Deyir, cəhənnəmən o, ged işinlə məşğul ola, ged oğluna, qızına başqa sənət tap. Sən elə bilirsən ki, sənət hamı üçündür. Yox. Mən bir kinə öz fəaliyyətə getdiyim açıq deyirəm. Uşaq idim də. Mənim getmədiyim yer qalmayıb. Siz bilirsiniz ki, mən bütün sahələrlə maraqlanmışam. Otdum, baxdım, məşhur o Səməd Vurğunun Vaqif əsərindən, piyesindən Vaqiflə Qacarın yeri vardı. Siz onu yəni hamının yadındadır. Deyir, bəs baş əymədiniz. Əymədim bəli, əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman, nə edər dediyiniz quru bir vicdan? Bir vicdan dedikləri bir həqiqətdir. Beşiyi məsarı əbədiyyətdir. Belə şeylər baxırım, deyirəm, mən də bunu oynaya bilsəydim, nə gözəl olardı. Sonra mən onu öyrəndim ki, aktyorların çoxsu bunu ilə əzbərliyib oynayırlar. Və yaxud da ki, onu biraz da bədii, akademik pafosla zaten qatırlar. Böğrünə, ana, bana, grimlə, zaten effektlə, təcrübə ilə basıb gedir. Əslində elə deyil. Əslində aktyorun yaşantısı var, onun arxası var, ora qədərki proses var, hal-hazırdakı məsələ var, sonra ötürəcək şey var, bundan sonraki səhnə var, hekayənin arxası var, sözün arxası var. Bəzən sözü deyirsən, bu sözün dalını demirsən. Məsəl üçün, orada Vaqif onu deyəndə Qacarına nə demək istirdi? Qacar Qadif deyirdi, məsələn, içində onu deyir, amma demir. Sözü deyir, amma sözdən sonrakini də demir, onu içəridə deyir. Sən nə deyir? Deyir, ancaq bir şərtim var. Eşitirsən məni? Bax, eşitirsən məni demir, amma gözdən onu ifadə edir. O da deyir, buyurun görək. Sən qoyaram ağzının üstündən, onu demir, amma içində deyir. Bax, aktyorun peşəkarlığı bundadır. Mən belə şeyləri çox fikirləşdim və bir dəfə Saratova qonaq getmişdik. Rusiya məni çağırdılar. Oturduq bir tamaşaya baxdıq. İndi biz belə şeylərə çox baxmışıq. Klassik əsərlərdən, Gogoldan, Zatdan, Ölü Canlardan, Müfəttişdən, nə bilim, Ruslan Lyudmila, Yevgeni Onegin, ay, İlbiz, nə bilim, Almaz, Yaşar, hamısını görmüşük. Gəldim Saratovaya, biz çətdə də baxmışıq belə tamaşalara mən. Balaca bir teatrdur, Taganka tifildən o belə bir şeydir. Gördüm, bunlar nə oynayırlar səhnədə? Səhnədə yağış yağır, səhnədə ildırım çağır. Birini ildırım vurdu mən dostlarımla. Biri gedir, oradan işıq gəlir, monitorda şey verirlər, ekranlar, zatlar var, çık, işıqlar yanır. Bu nədir? Dedim, bu nə tamaşadır? Biz kinoya baxırıq, tamaşaya baxırıq, nədir bu? Dedilər, bu eksperimental teatrdır. Məsələ danışır 90-cı illərdən. Dedim, nətər yəni eksperimental? Dedilər, burada klassikadır bu. Bu bilsən nədir? Teatral yanaşmaya bax bir dənə tamaşaya. Özə klassik bir əsərdir. Deyim saat ki, bir modern düşəri, müasirdir, müasir də deyil. Nəysə, mən bundan ləzzət aldım. Baxdıq, biz 5-6 dost idik da. Mən idim, sahib idi, Ağcabədli Müseyib idi, Vidadi idi, Feyruz idi. 5-6 nəvə getmişik, yığıb aparmışım. Feyruz yatdı orada, elə ortada, o maraqlı deyil. Nəysə, tamaşa qutardı. Mənə çox pis təsir elədi bu tamaşa. Yəni, nə mənada? Tamaşanın nətərsə deyim, əzizləyicilərim, dramaturji həlli, modeli, onun forması, ötürdüyüm mesaj, bunlar yox. Mənə təsir elədi ki, Neujeli 90-cı illərdə Rusiyada belə şeylər eləyiblər, biz nə bunlar eləmirik? Bizim nəyimiz bunlarda nə əsikdir? Demirsən Rus bizim qardaşımızdır, problem deyil. Biz də bunu eləyək. Oradan yığıldıq uşaqlarla bunu həll eləməyə. Gedək oturaq bu məsələni müzakirə edək. Harada müzakirə elədik? Kəbabxanada. Gördük elə hamının başı qarışdı yeməyə, elə orada biz ancaq teatrdan başqa hər söhbət elədik. Birdən mənim yadıma düşdü ki, biz bura teatra görə gəlmişdik, teatr müzakirə, dedilər, sənə qalındır, nə teatr. Heç ki, maraqlı deyil teatr. Yəni, bizi birləşdirən şey kəbabxana oldu. Yeməkdən danışdıq ancaq. Yeməkdən, inandırım sizə ki, yeməyə ondan sonra nifrət edelim. Və iş o yerə gəlib çatdı ki, Müseyib çox işmişdi. Biz oturmuşuq Saratovda, Rusiyada.
Bir 50 nəfər oturub orada. Başımı qaldırdım ki, afisat nəsə deyir bizim uşaqlara. Oradan da biri qaçıyor. Ay sənin qadan alım, mən falan yerdirəm. O da Azərbaycanlı. Üzümü çevirdim, gördüm bayanla Azərbaycan. Hamısı Azərbaycanlı, hamısı yeyib içir. Bütün Azərbaycan. Hər biri diaspora nümayəndəsi də oradaydı, o da oturur. Müseyevlə afisantın arasında bir dənə dava düşdü. O buna qoydu, bu buna qoydu. Diaspora nümayəndəsi gəldi bizə kömək elədi, o da bir dənə qoydu afisanta. Qoy. Diaspora sən nə arırsan qardaş? Diaspora əslində dünyada bütün eyni toplum, eyni ərazidən, eyni coğrafiyadan yaşayan etnosu birləşdirən və onların ünlü problemlərini həll edən, onların qayğısına qalan bir qurumdur. Görsən Fransada Azərbaycan diasporası məsəl üçün. Gəlirsən Fransada ki, qardaş, mənim problemim var. Əgər düzsənsə ona kömək eləyəcəklər. Səhvsənsə deyə qardaş, sən burada səhv eləmisən, sən ancaq belə kömək eləyə bilərik. Bu diaspora afisantı döyür, qardaş. Deyir, qardaş, sən nə varsan? Və onda başa düşdüm ki, Azərbaycanları birləşdirən buymuş. Roltum yox, yəni yemək. Biz qarnımıza görə qardaşımızı da öldürərik. Deyir, qarın qardaşdan irəlidir. Bunu elə belə deməyiblər. Ona görə ki, sən qarın qardaşından yekədir. Yox, ona görə ki, biz birinci növbədə bunu fikirləşirik. Bizim buradan başlayır. Məncə, biologiya kitabında 9-cu sinifdə insanın daxili orqanlarıdır, falan sistemdir, sinir sistemidir, nədir, beyin, yarım kürəsidir, nə bilim o, qalxana bəzidir, ona hipofiz falan meşməkə, maddə, bağırsaq, dalaq, üzr istəyirəm, sidik, ifrazat orqanı, bunların hamısı yeri dəyişmək lazımdır. Bizim insanların çoxunda baş orada yerləşir. Yəni, baş beyin, onurğa beyin, bu yarım kürələr qarnındadır. Bəzilərində isə, demirəm, harada yerləşir. Özün başa düşdüyündəsə. Bəzilərində böyrək qulaqla yerin dəyişir. Deyir, yerində qulağı var. Əslində bizim insanlar dabanı ilə eşidirlər. Görsənmi? Bax, bizi birləşdirən şey budur. Amma mən istəmirəm bizi belə şeylər birləşdirsin qadana. Yəni, 4 nəfər otururlar, anağaraq bugün oturaq bir çörək yiyək. Bəlkə bir dördünüz oturub bir kitab təlim edəsiniz. Bir dördünüz bəlkə bir hansısa bir çətin bir problemi həll edəsiniz. Bəlkə bir dördünüz oturub bir hansısa bir maraqlı bir tamaşaya baxasınız, bir 10 dəqiqə. Bəlkə bir dördünüz oturub bir hansısa bir 3 dəqiqəlik, 2 dəqiqəlik bir sosial çarxı izləyəsiniz. Bəlkə bir dördünüz oturub kiminsə bir ruhunu oxşayasınız. Bəlkə bir itlə oynayasınız. Bəlkə ümumiyyətlə oturub susasınız, bir-birinizə baxasınız. Yox, bir 4 nəfər, nə ara bugün? Yəyəkən! Bu kimisə yeyək, nəysə yeyək, kimisə parçalayaq, yəyək. Ancaq oturub yemişlər. Bax, budur böyük problem. Yəni, mən diaspora söhbətini eləyəndə, diasporanın funksional xüsusiyyətləri var, əhəmiyyəti var, məqsədi var, vəzifələri var. Onlar nə xidmət edirlər? Məsələn, Rusiyanın diasporası var, İspaniyanın da var, Albanların da var, Belçikalıların da var, İngilislərin də var. Görürlər, nə işlər görürlər, nə ayrılırlar? Onun kökündə dayanan birlikdir, istilikdir. İstilik demişkən, qaynım keçən dəfər mənə yığıb ki, masazırda su yoxdur. Nətər eləyək? Hardan bir yaxşı bir İran peçi ala bilərik? Dedim, sən başın xarabdır. İran peçini yemirsən. Bu cəmaatı evdə boğmaq, qırmaq istəyirsən, öldürmək. Gəl bizim Sənangilin yanına, Tural var, qabiliyyəti uşaqdır, o da köməkçisi, yaxşı işləyən uşaqdır. Tapança kimi də, bir dənə deyirsən, 4 dənə eləyir. Kombi evi, Abşeron ticarət mərkəzinə gəlirsən, kombi evinə girirsən. Kombi deyirəm isə. Milanqazın bir kombiləri var. Oy, adamla danışır. Kombiyə baxsan, kombi deyir, nətərsən? Sağ olaysan, nətərsən? Bax, belə kombilərdir. İçində misturbalar gedir, qaza qənaətdir. Kreditlə verirlər də. Deyirəm, qaynıma deyirəm ki, bədbəxt. Sən gedib o İran peçini alasan, ikinci evdə boğub elə öldürəsən. Lazım da, kombini götür kreditə, mənim adımı ver, harada da olmasa orada hörmətimiz var. Sənangil məni hörmət edirlər orada. Ged mənim adını ver, kredit şərtlərindən yüksək səviyyədə, zamanətdən özü gətirib çatdıracaqlar. Masazı düz evinə gətirib, quraşdırıb gedəcəklər. Qoyacaqlar indi özün bax, qabiliyyətin çatar, özün də quraşdırarsan. Çatmaz, onsa səndə qabiliyyət yoxdur. Uşaqlar quraşdırıb gedərlər. Heç bir problem də ola bilməz. Dedi, ağlıma batdı. Yəni, kombi evinə müraciət eləsəniz, görərsiniz ki, orada hər şey var. İsti poldan tutmuş, vintilə kimi, nə bilim, canımzadəsin, kollektora kimi, radiator rəngbərəng, hər şey var onda. Qaynıma dedim ki, mənə qulaq asın. Mənə qulaq asıbsa, eləyib. Qulaq asmırsa özü bilər. Get İran peçini al, zəhərlən. Ümumiyyətlə, o kombi evindən danışmışkən, halallıq əsas prinsipdir. Ən əsas prinsip halallıqdır, düzgünlükdür. Çünki elə şirkətlər, elə yerlər var ki, söhbət reklamdan getmir. Dəsin, mənim dostlarım da reklam edir. Yox. Düzgün işləmək lazımdır.
halal olmaq lazımdır, halallıq. Ümumiyyətlə, Azərbaycan dilinin amonimlər, sinonimlər, antonimlər, bir çox lüğətlər var da. Paronimlər lüğəti, frazeologizmlər çoxdur da. Bunun antonimlər lüğətinə keçsək bir şey deyim sizə ki, 2026-cı ilin modelində antonimlər lüğətinə mən halallıq sözünün əksini 2026-cı il deyərdim. 2026 antonimi halallıqdır. İndi halallıq var qardaş. Halallıq qaldı biz neçənci ildə, neçənci əsrdə. 16-17-ci əsrdə halallıq var idi. O vaxtın haramı da halal idi qardaş. İndi sağ halalı deyir, haramlıq var içində bir dənə. Halal olsun elə deyir ki, deyir burnundan gəlsin, bax ona oxşuyur. Sən canı halallığın ver, üzündə bir sənə var, harama yer qoyursan. Bax, belə bir halallıq var. Ona görə adam hərdən halal sözünün semantik çalarına belə inanmırsan. Leksik yükünə inanmırsan. Onun musiqisine inanmırsan. Adi qıza deyirsən ki, halalımsan. Alnından öpürdün nə vaxt, üzr istəyirəm böyüklərdən. İndi qıza deyirsən halalımsan, qızın gözü beyrir deyir. Gözləri oynayır. Halallıqdan danışdan hamısına aid deyir. Qardaş, halallıq elə, halallığı ver. Maşını aldı 8 minə. Gözləb sən nə var? Sana nə itələdim bunu? Ya doğrusu da bellidir. Haramın olsun. Sağ salamat yeməyəsən ki, sən ki bunu mənə 2000 saldına. Halal qardaş. Ağzından bir dənə enerjiya çıxır ki, yəni cəhəmmən apar. Belə faktları çox sayabilir, minlərlə. Uzun uzadı belə xırdalamaq istəmirəm. Uzatmaq istəmirəm bu söhbəti. Ona görə hərdən adam istəyir antonimlər lüğətinə halallıq, haram yox. 2026-ya indiki il elə onu deyir. 5 il sonra nə olacaq? Yalan deyərəm. Konkret yalan deyərəm. İllər keçdikcə cəmiyyətə çox inkişaflar gedir, proseslər dəyişir, gedir. Və deyirlər ki, göydə vertolyotla dövlət yol polisləri gedəcək. Dünyada elə olacaq. Ver qırağa yoxdur, uç qırağa. Uçdun qırağda tutdun, sağladın, belə bir şey olacaq. Amma inanmıram ki, bizim insanlar onu da bir qaydasına qoysunlar. İnandırım sizə, bizdə göydə deyipə getsək, vertolyota var mənə. Oradan 100% evakuator gələcək hava ilə. Daldala gələcək, biri oradan girir. Sən görmürsən, şak, verir, yuxarıda söhbət gedir. Böyle üzbəüz bizim başınla gedə-gedə dayanıb yolun ortasında söhbət eləmirik, orada göydə söhbət edirsiniz. Bizimkilər yeri düzəltmədilər, göyə çıxıb göydə dağıdacaqlar. Yerlə göy qədər fərq var, bax oradadır. Burada problemi həll eləməyən, orada problemi heç vaxt həll eləməyəcək. Orada lap böyük problem olacaq, çünki yuxarıdadır. Yuxarıdan aşağı problemi var bir dənəsən. Oradan ağarsan, sabir düş aşağı, bax belə problemlər olacaq. Çox qəliz söhbətlərdir. Ümumiyyətlə, problem sözü özü var ha. Mənim bir rəhmətli dostum vardı. Mühabibə dedi ki, nə fikirləşsən? Dedim, problem var, həll eləyəmirəm. Dedi, ay bədbəxt. Problem o vaxt problem olur ki, onu düşünərsənsən. Problemi düşünəndə problemə çevrilir. Fikirləşmə, ürəyinə salma. Sadə yanaş hər şeyə. Çalışmaq lazımdır ki, həyatı problemsiz, firavan və xoşbəxt yaşayasan. Hər şeyə qurtlu, xəbis kimi baxmayasan. İçində belə bir şey qaynayır, bunu nə doyaram, bunu nə əzərəm, bunu nə eləyərəm, eləmə. Hər şeyə gözəl baxmaq lazımdır. Onun axırı gəlib çevrilir nəyə? Mənəviyyat məsələsinə. Mənəviyyat təmiz olanda, onda sən rahat vicdanla söhbət edib deyə bilirsən ki, ay vicdan, nə var nə yox.